Uşaqlar, İzə nəşriyyatının deməli sınaq toplusunun monitorik 7-sində qalmışıq. Davam edək. Bölünəni 8 dəfə artırıb, qisməti 4 dəfə azalanda bölünən necə dəyişər? Uşaqlar, bölünən, qismət. Bölünəni tapmaq üçün bilirik ki, böləni qismətə bölmək lazımdır. Kəsirin qiyməti kəsirin sürəti ilə düz, məxrəci ilə tərs asılıdır. Bölünəni, yəni A-nı 8 dəfə artırsaq, ifadə 8 dəfə artır. Amma qisməti 4 dəfə artırsaq, ifadə 4 dəfə azalır. Deməli, 2 dəfə neyniyər? Artar. Doğru cavab olur C variantı. 6 kiloqram balığı 18 nəfər arasında böldükdə hərəyə neçə kiloqram balıq düşər? 6-nı 18 yerə bölmək lazımdır. İxtisar aparsaz 9-da üstünə deyil 6 yaparaq da uşaqlar. Üstə 1 qalır. O da C variantı. M-in hansı ən böyük qiymətinə düzgün olmayan kəsirdir? Düzgün olmayan kəsir nəyə deyilir? Sürəti məxrəcindən böyük və ya bərabər olan kəsirlərdir. Yəni 13-də 13, 12-də 13 və s. 1-də 13-ə qədər gedir. Hökmən özdə söhbət adi kəsirdən gedir deyə sürət və məxrəc naturalda olmalıdır. M-in hansı ən böyük qiyməti deyir? 13, o da C variantı. Aralarındakı məsafə 720 olan şəhərlərdən qarşı-qarşıya 2 avtomobil yola düşdü. Birinin sürəti 40, ikincinin sürəti 90-dır. Neçə saatdan sonra görüşərlər. Toplayırıq sürətləri uşaqlar. 50 eləyir 90, 720 90-a bölürük. O 8 saat. Doğru cavab olur A variantı. Müxtəlif ədədlərdə eyni ədədlər olsaydı, deyərdim ki, uşaqlar əki və B bölündə elə C-ni verir. Ortaq olmayan sadə vurğuların hasilini, amma burada müxtəlif ədədlərdir. Bir dənə bunun üçün bir dənə qısa yol deyərəm, tamam. Bir dənə uzun yolunu deyək ki, adi qaydada 45 ilə 72-yə kök tapırsınız. O da eləyəcəkdir, deməli, 360. Necə girdik, qoy yadınıza salın. Sadə vurğuları ayırırdınız. 3-ə bölürük 45, 15, 3-ə 5, 5-ə 1. 72-ni 3-ə deyirəm, 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. 3-lər gedir, 3-lər gedir. Böyüyü digərində silməyənə 72-ni əgər 5-ə vursanız, elə 60 alarsınız, 360 alarsınız. Bir digərini böləni olan ədədlərdə əbob kiçiyi, əkob böyüyü verir. Yəni 18 cavab, eləyir cavab 20. Doğru cavab variantı. Başqa cür necə eləyə bilərsiniz? 45 ilə 72-yə hər ikisi bilir ki, ən böyük 9-a bölünür. 9-u çıxarsam, qalır 5 ilə uşaqlar 8. Qarşılıqlı sadə ədədlərdə bunların əkobu 40-ı verir. Olur 9 vuraq 40. Bunlarda ortaq 18-dir, 2 vuraq 1. Qarşılıqlı sadədə bu 1 verir. 2 vuraq 18 vuraq 1 qalır. Bununla bu gedir ki, 42-yə böləndə yenə cavab 20 edir. Bu suala baxaq. Mənfi buna təsir edib müsbət olur. Baxın, keçən düşən sualdır. Məsələn, keçən monitorikdə bu sualdan düşmüşdü. Çarpaz vurursunuz. Ya da elə düşünə bilərsən çarpaz vurma. Yaxşı, çarpaz vuraq. Və yaxud da siz nə deyəcəkdim? 4-ü neynəsək 24 alınır, 6-ya vursaq. Onda bunu da 6-ya vurub buna bərabər eləyə bilərsiniz. Çarpaz vuraq eyb yoxdur. 4-ü vururuq x plus 2,6-ya, 24-ü vururuq x çıxaq 1,4-ə. Belə uzun gedir. Elə yaxşısı necə dediyim yoldur. Neyinirsiniz? Bax, 4-ü vurdum 6-ya 24. Bunu da 6-ya vursam buna bərabər olar. Bu ifadəni 6-ya vururam. 6x çıxılsın 8,4 bərabərdir x plus 2,6-ya. Bunların fərqi 5x eləyir. Bunların cəmi eləyir uşaqlar 11. 11-i 5-ə bölürəm 22,2. O da A variantı. (32)də atanın 50, oğlunun 8 yaşı var. Neçə ildən sonra ata oğlundan 4 dəfə böyük olur. Neçə il keçir bilmirəm. Məsələn 10 il keçsə hər ikisi 10 yaş artacaq, elə deyil. Neçə il keçdiyini bilmirəm deyə x deyirəm. Hər ikisinin üstünə x gəlirəm. 50 plus x, bu da olur 8 plus x. Neçə ildən sonra deyir, ata oğlundan 4 dəfə böyük olur. Atanın yaşı oğlunun yaşından 4 dəfə böyük olur. 50 plus x bərabərdir 32 üstə gəl 4x uşaqlar. 3x 18-ə, x bərabərdir 6-ya. Deməli 6 ildən sonra. Doğru cavab A variantı. Doğrudan da 6 ildən sonra atanın 56, oğlunun isə 14 yaşı olur. Deməli, bir digərindən 4 dəfə böyükdür. Doğru demişik. Qarşılıqlı sadə ədədlərin uşaqları, qarşılıqlı sadələrin əslafı. Eyni ədədlərin əkobunun əbba nisbəti 90 ilə 150, 90 ilə 150. Bizə elə C-ni verir. Ortaq olmayan sadə vuruqların hasilini. Yəni necə? 2-yə bölürəm 45, 3-ə 15, 3-ə 5, 5-ə 1. 2-yə 75, 3-ə 25, 5-ə 5, 5-ə 1. 2-lər gedir, 3-lər gedir, 5-lər gedir. Ortaq olmayanlar, yəni hər iki tərəfdə silinməyənlərin hasilidir. 3 vuraq 5, 15. Bu da B variantı. Ya da nə eləyə bilərəm? Hər ikisi fikir verin, 90-da 150-də 30-a bölünür.
ya onu götürüb kənara çıxarda bilərsiniz. Hər ikisini 30-u çıxardıram. Birinizdə qalır 3, 5. Burada da qalır 3, 5. 30'lar gedir. 3 ilə 5-ə əkov 15, əbob 1 verir. 15-i 1-ə böləndə cavab yenə 15 edir. Deyir ki, dairənin diametri 20-dir, sahəsinin 10-8. Hələ bir sahəsini tapaq. Pi r kvadrat. Diametri 10-dursa radius 10, kvadratı da 100 edir. 100 pi. Bunun da 10-8 hissəsi 100 pi-ni 10-a bölüb 8-ə vurursunuz, eləyir 80 pi. C variantı. Turist yolun 60%-ni getdikdən sonra 20 kilometr qaldı. 60%-ni gedibdirsə uşaqlar, deməli 40% qalıb. 40% qalıb 20 kilometrdir. Bütün yolun uzunluğu 100%-i nə qədərdir? Baxın, çarpaz vuracaqsınız, düz asılıqdır. Ya da ki, 40-a neynəmişəm 20 alınıb? 2-yə böldüm, 100-ü də 2-yə bölürəm, eləyir 50. Doğru cavab olur D variantı. Bura gələk, müqayisə istəyir uşaqlar. Ortaq məxrəcə gətirmək daha asandır, sürətləri çünki biraz qəlizdir. Ona görə hər tərəfi 10-a, hər tərəfi 100-ə vururam. Məxrəclərə indisə sürətlər müqayisə olunur. Sürəti böyük olanda böyükdür. X, Y, Z ədədləri üçün. Baxın, -100, -130, -333. X daha kiçikdir Y-dən, o da daha kiçikdir Z-dən. Ən böyükləri Z-dir. Z, Y, X. O da olur B variantı. O bir qoxuna nəzərən simmetrik deyəndə uşaqlar, baxın, istəyirsiniz təsvirdən də yaza bilərsiniz. -8, tutaq ki, şərt yazaq, -3. Y qoxuna, bu oxa nəzərən simmetrik deyirsən, nöqtən buradadırsa, düşəcək bax bura. Buna nəzərən, belə deyək də, qatdalayanda üstə düşməlidir. O zaman buradan bura əgər 8 dammadırsa, buradan burada 8 damma olmalıdır. Olacaqdır 8, 3. Ya da deyirsən ki, o Y qoxuna nəzərən simmetrikdə Y olduğu kimi qalır. Ya budur, ya budur. Bunlar getdi. X işarəsini dəyişir. O da olur B variantı. 38-də deyir ki, 15 km sürətlə 300 km getdi. 60 deyir ki, həmin vaxtda 60 km sürətlə neçə kilometr yol gedər. Düz asılıqdır. Nə qədər çox sürətli getsə, bir o qədər çox yol gedər. Düz asılıqdır. Çarpaz vurursunuz. Ya da 15-i neynəsəm 300 alınır, 20-yə vursam, bunu da 20-yə vururam 1200. Cavab olur uşaqlar D variantı. Ya da belə düşünə bilərik də. Məsələn, eyni zamanda deyir axı. 15 kilometrə 300 km saat sürətlə, kilometr böl sürətlə, saatla daha doğrusu, 300 km yol gedibdirsə, 300-ü bölərəm 15-ə. Deməli, 20 saat yolda olub. İndi bax, bu 1 saata 15 ilə gedəndə 300 km gedirdi. Və 20 saata bu yolu qət eləmişdi. Deyir ki, həmin vaxtda 20 saata 60-dan getsə nə qədər yol gedər? 20-ni 60-a vururam, 1200 yenə. Doğru cavab yenə D variantı olur. Perimetr ətrafların cəmidir. Bura x-dirsə, bura x, bura x-5-dirsə, burada x-1,5-dir. Ətrafların hamısını toplasaq, 4x, -1,5 ilə -1,5 toplasaq, -3 bərabər 17. 4x 20-yə, x bərabərdir 5-ə. Bu 5-dir, bu isə 3,5-dir. Sahə olacaqdır 5 vuraq 3,5. O da eləyir 17,5. D variantı uşaqlar. Burada necə eləyir? 17-ni göndərin bura. 29-dan 17 çıxıram 12. X 12-dən böyükdür, yəni 13, 14, 15 və s. Bərabərsini ödəyən ən kiçik natural həll, yəni 13-ün 3 misli. 13-ün 3 misli 39 eləyir A variantı uşaqlar. Bu işarə bilirik ki, uşaqlar 90 dərəcənin işarəsidir. Bu da açıq bucaqdır. A, B, 90-ın cəmi 180-dir. 90 üstünə gəlsəm 180 eləyər, elə 90. Doğru cavab olur B variantı. Yan səthinin sahəsini istəyir silindirin. Silindirin yan səthinin açılışı bu düz bucaqlıdır. Bu ilə açılışdakı hündürlük N hündürlüyü, uzunluq isə çevrənin ətrafından açılanda alınıbdır deyə uşaqlar. Çevrənin uzunluğunu, yəni 2 pi verir. 2 pi RH düsturumuz. 2 vur, pimiz verməyib, elə olduğu kimi saxlayırsan. Radiusumuz 2, hündürlüyümüz 4-dür. Hasilimiz eləyir 16 pi. O da olur A variantı. Radiusları 2, 3, 4 nisbətində olan çevrələr xaricdən bir-birinə toxunur. Bu çevrələrin mərkəzlərini birləşdirən parçanın əmələ gətirdiyi üçbucaq. Uşaqlar, belə yazsaz, üçbucaq əmələ gələsi deyil. Yəni, yanaşı yazsaz toxunmaları. Deməli, burada vəziyyət belədir. Cüz-cüz toxunurlar. Belə. Bunları birləşdirək. Bax, məsələn, tutaq ki, ən kiçik bu olsa 2x, 2x radius, 3x, 3x, bu da 4x, 4x. Yazıb bu çevrələrin mərkəzlərini birləşdirən parçaların əmələ gətirdiyi üçbucağın perimetri 180-dir. Topluram ətrafları 5x, 7x, 6x. Cəmi edir uşaqlar
18x 180-ə, x bərabərdir 10-a. Böyük çevirən radiusu böyük çevirə 4x olduğu üçün 4 vur 10 edir 40 B variantı. Aha, nə deyir? Bu bizdən bu məsafəni istəyirəm. Baxaq. Bununla bunu birləşdirək görək nə alırıq. Bunu tam birləşdirsəm, qoyun biraz bunu yaxınlaşdıraq. Daha dəqiq görməyimiz üçün. Uşaqlar, bunu buna birləşdirsəm. Bu mənə elə 9-u, yəni böyük çevirənin diametridirəm, radiusunu verirmi? Kiçik çevirənin radiusu 3-dür, bura 3-dür, o zaman burada 3-dür. Bax, səndən bu məsafəni istəyir, bax, qoyuram ki, markeri dəyişim. Səndən bu məsafəni istəyir. 9-dan 3-ü çıxıram, bu çevirənin kiçik radiusunu. Qalır cavab 6. Doğru cavab olacaqdır, uşaqlar 6, o da B variantı. Aşağıdakı hükümlərdən hansılar doğru deyil? Yenə deyirəm, doğru deyil. Sual vərəqində o da gedin altından xətt çəkin, çaşmayasınız. 2 sadə ədin cəmi sadədir. Uşaqlar, bunu həmişə şərh eləmək olmur. Çünki baxın, misal üçün, elə 2 dənə sadə ədəd götürərəm, 2 ilə 3 cəmi 5 sadədir, amma 7 ilə 2-nin cəmi 9 mürəkkəbdir. Ümumiyyətlə, bu şərtlərdən mən sizə belə bir şey deyim, təbii ki, naturallıq şərtini qorumaq şərti ilə. Bu şərtlərdən hansılar həmişə doğrudur? Sadə ilə sadənin hasili mürəkkəbdir. Yerdə qalan şərtlər demək olar ki, yanlış olur. Yenə də diqqətlə baxarsınız. Bu deməli, təklif nədir? Doğru deyil. Elə doğru olmayan istəyir, birincini götürdük. 2 mürəkkəb ədədin fərqi sadə ədəddir. Bu da həmçinin elə mürəkkəb ədədləri götürmək olar ki, sadə olar, eləsi olar olmaz. Bu da yanlışdır. 2 mürəkkəb ədədin hasili mürəkkəbdir. Bəli, istənilən mürəkkəb ədədin hasili yenə mürəkkəbdir. Doğru cavab 1-2, yəni yanlışları istəyirdi. 1-2 yanlışdır, o da B variantı. Kvadratın daxilinə çəkilmiş çevrənin kvadratın daxilinə çevrə çəkilib. Bir dənə təsəvvürümüzə gətirək. Belə. Ən böyük vətər, demişəm, ən böyük vətər diametrdir. Çünki bax, bir çevrəyə bu vətəri çək, bu vətəri çək, bu vətəri çək. Ən böyük hansıdır? Mərkəzdən keçən, yəni diametrdir. Ən böyük vətər, mərkəzdən keçən vətər dedikdə diametri başa düşülür. Diametri 12-dir. Deməli, onda kvadratın tərəfi də 12-dir. Kvadratın tərəfi 12-dirsə, perimetri 4 vura 12 eləyəcək 48. 20% zərərlə deyəndə 100%-dir hər bir mal, 20% ilkin qiymətdə maya dəyər. 20% zərərlə, yəni 80%-i 80 manata satılıb. Malı 50% karla, yəni gəlirlə satmaq üçün 100% mənim aldığım qiymətdir. 50% də karla, yəni gəlirlə satmaq istəyirəmsə 150%-ni satıram, nə qədər olar? 80% 80-dirsə 150%-i də elə 150-dir. Düzbucaqlı üçbucağın iti bucaqlarının birinə qonşu olan xarici bucağın dərəcə ölçüsü. Uşaqlar, bu sizi qorxutmasın. Bir dənə düzbucaqlı üçbucaq çəkirsiniz. Belə. Belə çəkin ki, xarici bucaqlarını da görəsiniz. Deməli, biraz amma bu sual, bilmirəm, sizin yaşa uyğun gəlir ki, yəni, çünki xarici bucağınlar aşağı bizdə 6-cı sinifdə yox, 7-də keçirilir. Biraz yaxşı sual deyil onda. Deməli, sual yaxşı deyil, sadəcə xarici bucağın, daxili bucağın qonşusu olması mənə gəlir ki, 7-ci sinifdədir məktəb kitabında. Baxın, deyir, məsələn, bu 110-dur. Uşaq bilir ki, 110-un qonşusu, daxili bucaq 70 olacaq. Burada 90-dır. 70, 90, 160, daxili bucağın digəri 20 olmalıdır. Üçbucağın digər iti bucağını tapın, yəni 20-ni soruşur. 110-un yanındakını yox, 20-ni soruşur. Məhlul məsələsi, gəlin baxaq. Yenə deyirəm, duzlarla işləyim burada. Bax, yazıbdır ki, 40%-li 80 qram məhlul. 80 mənim məhlulumdur. 80-in 40%, yəni 32 də mənim duzumdur. Bundan deyir, nə qədər su getsə, buxarlansa. Baxın, uşaqlar, su gedirsə, bunun duza aidiyyatı yoxdur. Sinifdə, məsələn, oğlanları say azalırsa, bunların qızlara aidiyyatı yoxdur. Amma ümumi sinifə aidiyyatı var. Duz olduğu kimi qalır. Amma ümumi məhlul, yəni sinif kimi təsəvvürləsək, təbii ki, azalır. Məhlula həmişə 100% deyirik, bütöv olan bir şeyə. 80% də bunun duzudur. İndi gəlin belə düşünək. Tənasüblə də hesablaya bilərsiniz. Ya da düşünə bilərsiniz. 80% 32 olan ədəd də tapa bilərsiniz. Sizdən asılıdır. Gəlin çarpaz vuraq. 80 vurulsun. 80 çıx x bərabərdir 3200-ə. 80-i nəyə vuranda 3200 eləyir? 40-a. 80-i nə çıxanda 40 eləyir? 40. Deməli, nə qədər su buxarlanıb? 40 qram. Yazıb ki, 7C sinifində 9 şagird rəqsə, 16 şagird idmana, 18 şagird isə riyaziyyat hazırlığına gedir. Bu sinifdə ən azı neçə şagird ola bilər? Ən azı. Heç bir kəsişmə olmasa, yəni bir nəfər bir idman növünə getsə,
Onda ən çox 9, 16, 18, 34, 43 nəfər şagird olar. Ən çoxu. Burada nə deyir? Ən azı. İndi qulaq asın. Ən az olması üçün buradan elə uşaqlar seçilməlidir ki, onlar uşaqlar, belə deyək də, uşaqların az olması üçün bir şagirdin bir neçə dərnəyə getməsi lazımdır. Daha çox bacardığı qədər daha çox dərnəyə getməsi lazımdır. Gəlin belə üçlü bir diaqram quraq, amma şərtədə boşluqlar olacaqdır. Ya da belə deyək, yaxşı, rəqs, idman, o bir nə idi, riyaziyyat. Fərz edək ki, bu 3 dənə baş çoxluğun kəsişməsi ortağı ən çox neçə ola bilər? 10 nəfər ola bilməz, çünki rəqsə gedən heç 10 uşaq yoxdur ki, hamısının ortağı 10 olsun. Fərz edək ki, bu 9 nəfər rəqsə gedən həm idmana gedir, həm də riyaziyyata gedir. Düzdürmü? Yəni hər üçünə. Bu cəmin ən çox olması üçün bu 9-u hər üçünə yazıram. Daha rəqsdə buralarda ədəd qalmadı. Sonra bu idmana gedənlərə baxaq. Yerdə 7 nəfər qalır, yerdə 7 nəfər qalır. 16 idman, 18 də riyaziyyat uşaqlar. 16 nəfərdən, bax, 9 nəfəri buraya yerləşdirdikmi? O zaman yalnız idmanla məşğul olanlar, tutaq ki, ayrı-ayrı da götürə bilərik, belə də götürə bilərik. 9 nəfəri ortaq eləyəndə, hər üçünə gedən eləsək, onda görək neçə alınır. 18-dən qeyri, 9-dan qeyri qalır kənarda 9. 9 nəfər də rəqsə gedən. 16 nəfərin içində 9 nəfər rəqsə gedən çıxsaq 7 nəfər. Cavab 25 eləməlidir məncə. Belə.